Selamun Aleyküm, her vaxtınız xeyir olsun. Salam. Xoş gördük yanımızı. Aleyküm. Değerli bizi izleyenler, her birinizi salamlayırıq. Biz bir mövzu hakkında danışacağıq. Onu indi sizə birazdan məlumat verəcəyik həmin mövzu hakkında. Bildiğiniz kimi Nərman kişi rəhmətə gedib, Allah rəhmət eləsin, Allah Amin. yaxınlarına, ailəsinə səbir versin. Nərman kişi rəhmətə getməyi kuşbazlıqda böyük bir itki sayıldı. Yəni kuşbazlara çox pis təsir elədi. Nərman kişinin kuşbazlıqda böyük əziyyəti olub, bunu hamı bilir. Bakı kuşunun, yerli kuşun tanınmasında çox böyük əziyyətli olub və həmçinin bugün gündə xaricdə də, yəni dünyanın başqa yerlərində də Bakı kuşu haqqında, yerli kuş haqqında söhbət gedəndə, Azərbaycan kuşu haqqında söhbət gedəndə ilk adı çəkilən Nərman kişi olub. Həmçinin mehriban insan, nə bilim, sadə insan, demək olar ki, böyük ilə böyük, uşaqla uşaq kimi olub. Yəni hər bir kuşbazın onun ölümü hər bir kuşbaza təsir edib. Biz də bir təklif irəli sürmüşük. İndi bu təklif haqqında bir neçə dəqiqədən sonra danışacağıq. Demək bizim biraz bundan qabaq səsləndirdiyimiz mövzu demək belə bir mövzudur ki, belə bir təklifdir ki, biz Az Göyərçin klubu olaraq 2026-cı ilin yarışın Nərman dayı, Nərman əmin xatirəsinə həsr edək. Kubokun adını 2026-cı il Az Göyərçin klubunun kubokunun Nərman kuboku kimi təqdim edək. Nərman kişi kuşbazlıqda demək olar ki, unudulmaz bir insandır. Onun böyük yeri var və xatirələrdə qalsın deyə, təbii ki qalacaq, yəni unudulmasın deyə, harda nəticə olarsa, hansı yarışda nəticə olarsa, harda kuş uçarsa Nərman kişi xatırlanacaq. Çünki onun kuşbazlığı həmişə yaxşı saatlarla, yaxşı nəticələrlə, yaxşı kuşlarla yaddaşlarda qalıb. Biz də klub olaraq özümüzə borc bildik ki, yəni Nərman kişinin hər il yarışlarda bizlə olub. 2026-cı ildə də indi yəni dünyasını dəyişsə də biz onu qəlbimizdə hiss edirik. Ona görə də bizim bu 2026-cı il yarışımızı Nərman kişiyə həsr edirik. İnşallah ki, yaxşı nəticələrimiz olar. Biz bilirik ki, elə Nərman kişinin də istəyi o idi ki, hər yerdə yaxşı saatlar görsün, yaxşı nəticələr görsün. İndi yoldaşlar da bir kəlmə danışar Nərman kişi haqqında. Ondan sonra əlavələr, bir-iki dənə əlavəmiz var, onları da əlavə edərik. Ben de bütün izleyicilere salamlayırım. Allah rahmet eylesin. Nərman kişini. Biz bugün Nərman kişiye göre yarışmışız buraya. Ben ailesine, evlatlarına Allah'tan sabır dileyirəm. Allah rahmet eylesin. Nərman kişi həqiqətən güclü kuşbazıydı. Yani saatlerle, günlerle danışasan söhbət qurtarmaz. Çünkü rahmetli kuşun bütün inceliklerini bilirdi. Kuşun oynağına, saatine, qanat vurmayına, uçuşuna, her şeye dikkat eden adamdı. Yani kuşun bütün inceliklerini bilirdi. Allah rahmet eylesin. Bu Bəyaq Əkbər qeyd elədi. Dünyaya Bakı kuşunu tanıttıranlardan biri de Nərman kişi oldu. Əziyyəti çox olub. Yəni bu danılmazdı. Mən hələ bilirəm ki, yəni hələ də olmalıdır. Nə qədər ki bu kuşbazlıq aləmi varsa, bu Nərmanın adı çəkilməlidir. Allah rəhmət etsin o kişini. Allah rəhmət etsin. Yəni çox danışmaq olar Nərman barəsində, Nərman kişinin haqqında. Yəni gecə gündüz danışasan o kişinin söhbətləri qurtarmaz. Nərman necə üzdə ki görürdün onu, qəlbən də hələ bir insan idi. Yəni üzdə bir başqa cürə, arxada bir başqa cürə o kişilərdən görürdü. Mərd-mərdiyanə necə üzdən var idi, elə də hələ içinə də yaşayan insan idi. Allah'ın rəhmət eləsin. Yerdə qalanlara da Allah can sağlığı versin. Xeyr, mən də hamını salamlayıram. Allah Nərman əmiyə rəhmət eləsin. Həqiqətən kuşbazlıq aləminə həqiqətən çox böyük bir itki oldu. Mən 2 il idi ki, Nərman əmi ilə
münasibətimiz var idi, tanıyırdıq bir-birimizi. Yəni həqiqətən özünü istəməyi bacaran, yəni insana ondan çox şey öyrənməyi nəsib edən bir ağsaqqal idi. Mən nəinki deyərdim Azərbaycanda, hətta bütün SNG-də bütün quşbazlar deyərdim ki, Nəriman haqqında Nəriman haqqında yalnız və yalnız yaxşı sözlər deyiblər və həmişə onun haqqında mən yalnız yaxşı əhvalatlar eşitmişəm. Allah onu rəhmət eləsin, ailəsinə səbir diləyirik. Mən də birinci deyərdim ki, Allah rəhmət eləsin Nəriman kişini. Yeri cənnətlik olsun. Allah əcəmi can sağlığı versin. Kardeşləri can sağlığı versin. Nəriman ki həmişə yanımızda olub, bir böyük kimi, bir ağsaqqal kimi, bir əmi kimi. Vallahi böyüklə böyük olub, kiçiklə kiçik olub. Özləyişən çox istəyir. Rəhmətli. İndi istəməsin. Hamımızı çox istəyərdik. Allah hamd olsun. Yəni ürək sındıran kişi görmədik də onu. Bir nəfərin ürəyini sındırsın və yaxud xəttinə deyilsin. Hamımızı çox istəyir. Vallahi uşaqdan tutmuş böyüyünə kimi. Ne diyeyim, Allah onun ruhunu şad eləsin. Rahat yatsın, cənnətlikdə olsun həmişə. Allah onun ölənlərini də rəhmət eləsin, ailəsinə səbir versin. Allah onun nəvələrini qorusun. Onların toylarını görək inşallah. Hamımız gedək, qulluqda olaq canla başla. Böyük itki verdik bizdə. Onun xatirəsini həmişə biz yad edəcəyik. İnşallah. Demək, bayaq əlavə elədik. Demək, Həzi də Nəriman kişi haqqında danışdı, Elmin də Nəriman. Nəriman kişi haqqında ümumiyyətcə yaxşı, çox söz demək olar. Yəni, yəqin ki, kuşbazların çoxsu bilir bunu. Xaricdən də, yəni, səhv eləmirəmsə Rusiyadan idi. Gəlib, yəni, quşlarına baxdılar, Nəriman kişini hətta medal da verdilər. Yəni, biz belə deyək də, tək Nəriman kişini Azərbaycan kuşbazları, Bakı kuşbazları yox. Xaricdən də kuşbazlar Nəriman kişini həm çox sevib, həm kuşbazlığına heyran olub. Yəni hətta medala qədər veriblər ki, yəni izləyiblər. İnsan var, məsələn, yəni bu dünyanı tərk eləsə də o heç vaxt unudulmur. Daha çox yaxşı insanlar. Həmişə onlar xatırlanır, həmçində Nəriman kimi xatırlanır, həmçində xatırlanacaq. Siz yəni sosial şəbəkələrdən də bunu görə bilərsiniz ki, o kişinin necə xətrini istəyirdilər. O çox yaxşı kişi olub, yəni bunu hamımız bilirik. Dediyimiz kimi, yəni kuşbazlıqda da həm əziyyəti çox olub, həm məsələn marağı olub. Görürsən ki, harda quş şurdulub, yəni onu yaxşı nəticə, yaxşı adam var paxıllıq eləyər, adam var ona xoş gələr ki, hardasa yaxşı nəticə görür. Harda yaxşı saat görsə, yaxşı nəticə görsə, yəni o kişi bizdən çox sevinirdi yarışlarda olmağına baxmayaraq bizim. Biz də yəni təbii ki heç vaxt unutmayacağıq. Bu video bu Asköyərçin klubunun yəni Nərimanın xatirəsinə yarış keçirtməyin səbəbi 50 il yəni bizdən sonra, yəni bizdən sonrakılar da yəni görsünlər ki, məsələn lap qabaqlar kimlər olub. İndi biz əvvəllər sosial şəbəkə və yaxud da telefon, kamera belə şeylər olmayıb. Məsələn biz gördüklərimizə qədər tanıyırıq. Biz də istəyərdik ki, yəni görmədiklərimizi də tanıyaq. Videoroliklərdən, nə bilim videolardan zaten görək, onları da tanıyaq. Ona görə də biz bugünkü gündə bu videoları da çəkməliyik, onların belə deyək xatirəsinə yarış da keçirtməliyik ki, bizdən sonrakılar da yəni baxsınlar ki, yaxşı kuşbazlar, yaxşı kuşlar kimlərdə olub. Yəni məsələn 50 il deyirik, sabah 100 ildən sonra da o videoroliklər qalacaq. Hamı biləcək ki, məsələn kim quşşurdan olub, kim yaxşı kuşbaz olub, kim yaxşı olub. Böyük bir itki oldu Nəriman kişinin rəhmətə getməyi. Bir daha Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz bir saat video çəkib onun haqqında yaxşı sözlər deyə bilərik. Amma bir kəlmə ilə biz bunu yəni ifadə edirik ki, Nəriman kişi həmişə xatırlanacaq. Çünki o bizim yaddaşımızda çox yaxşı insan olaraq, çox yaxşı kuşbaz olaraq qalacaqdır. Asköyərçin klubunun da iştirakçıları yəni hamısı sevindi ki, biz bu 2026-cı ilin yarışın Nəriman kişiyə
həsr eləyək. Nəriman kuboku qoyaq kuponun adın. Hamısı indi burada iştirak eləməsələr də, yəni hamısının təklifidir bu, hamısının istəyidir. İnşallah ki biz də yaxşı nəticələrimizlə, yaxşı saatlarla əlimizdən gələni eləyərik yaxşı saatlar üçün. Nəriman kişinin ruhu şad olar. Bir daha Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mənə də dedilər, Əkbər, Elvin, mənə dedilər ki, bir belə fikrimiz var. Yarışımızı Nəriman kişinin xatirəsinə həsr eləyək. Kubokun üstündə adını yazdırayıq. Mən də bəyəndim, çox gözəl fikirdir. Çünki o kişi buna layiqdir. Yəni o kişinin adı getməlidir həmişə. Nəriman kişi həqiqətən yaxşı quşbaz idi. Adamlar görsən ki, quş uçurdar, 5 nəfər öz dostunu çağırar, uçurdar özü üçün. Amma Nəriman kişi xoş deyirdi ki, mən neçə illərdir tanıyıram, rəhmətliyi. Çağırardı məsəl üçün 30 adam, 40 adam, 50 adam, yuxarı əyikdə dağın üstündə orada quş uçurdardı. Yəni bir dənə dostunu çağıranda 4 dənə də dostunun dostu gələrdi, yəni Nərimanın tanımadığı adamlar. O da bir çetin bir şeydir. Bir var ki, mən 3 dənə, 5 dənə öz dostumu çağırıram. Quşda uçmaz, öt bastırırlar göz aramızda. Bir də var ki, bütün kəndlərdən dostlaşına gəlir, qıraq adamlar gəlir. Bu adam xoş deyirdi bunu. Yəni ki, quş uçurdan adam idi. Ona görə də o rəhmətli deyirəm də, bayaq da dedim, bütün quşların inceliyini, hər bir şeyini bilirdi. Yəni o yaddan çıxan adam deyildi. Nəriman elə bir kişidir ki, Allah'ın rəhmət eləsin. Kuşbazlıqda elə bir nöqtə qoyub ki, yəni o kuşbazların yadından çıxan şey deyil. Allah'ın rəhmət eləsin. Allah rəhmət eləsin. Bildiyiniz kimi, yəni elə kuşbazlar olub ki, onların yəni bəlkə 20 il, 30 il bundan qabaq rəhmətə gedib. Amma bugünkü gündə onların quşları hələ də xatırlanır. Məsələn, filan kəsin quşlarının cinsi, təbii ki, həmin quşlar yox, onların cinsi, yəni o quşların cinsi davam eləyir. Nəzərinizə çatdıraq ki, Asgöyərkin klubunda da elə iştirakçılar var ki, Nəriman kişinin quşlarından var onda. İnşallah qismət olsa onlar da uçurdacaqlar və elə quşun gəliş saatında da, uçurdulanda da adı çəkiləcək ki, bu quşlar filan kəsin quşudur. Təbii ki, bu illər boyu olacaq, yəni tək 2026 üçün yox, o bir illərdə də quşu sortduqca Nəriman kişinin quşu harda olsa, kimdə uçsa biz bunu səsləndirəcəyik ki, video lentdə yəni bu qalsın. Həmçinin məndə də var, çerez gəlmiş quşlar var, Nəriman kişinin quşları. Sultanın elə quşların hamısı Nəriman kişinin quşlarından idi. Bugünkündə də quşlar məndədir. Qismət olsa, yaxşıları saxlaya bilsəm, yetişdirə bilsəm, mən də uçurdacam. Hər bir uçurduğumuz quşda mən və başqa iştirakçılarımız da uçurduğu quş Nəriman kişinin quşların xüsusi qeyd eləyəcəyik inşallah. İnşallah. Selamun Aleyküm. Hoş gəlmisiniz. Allah rəhmət eləsin kişiyə. Biz həmişə onu yad edəcəyik, yadımızdan çıxmayacaq. Nə qədər canımız sağdır. O bizə həmişə yaxşı olub, hamımız. Allah rəhmət eləsin. Allah Böyünə böyüdük, Yeni cənnətli gəlsin. Hər il onu deyəcəyik qəbrinin üstünə, baş çəkəcəyik. Onu yadımızdan çıxartmayacaq. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İnşallah kanala abunə olub videoları bəyənməyi unutmayaq. Yarış haqqında və yaxud da ki, quşdan uçuşu, quşların çəkilişi ilə bağlı tez-tez videolar paylaşılacaq. Allah rəhmət eləsin Nəriman kişiyə. Allah yerin cənnətli eləsin.